Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xayrun nasirin və mu'in. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bu günləri nəfsi saflaşdırmağın müqəddiməsi haqqında söhbətlər edəcəyik. Ümumiyyətlə bunu qeyd edim ki, nəfsini saflaşdıraraq gözəl xüsusiyyətə, gözəl əxlaqa sahib olmaq istəyən hər bir kəs qeyd edəcəyimiz bir neçə məsələyə, nöqtəyə gərək diqqət etsinlər. Bunlardan birincisi budur ki, nəfsini saflaşdırıb gözəl əxlaqa sahib olmaq istəyən hər bir şəxs ilk öncə pis adamlarla, bədxasiyyətli insanlarla oturub durmamalıdır. İmkan daxilində bunlardan uzaq gəzməlidir. Daim yaxşı insanlarla, gözəl əxlaq sahibləri ilə oturub durmağa çalışmalı, onlarla ünsiyyətdə olmalıdır. Və gözəl əxlaq sahiblərinin Allaha və bəndələrə qarşı olan münasibətlərini, rəftarlarını daimə müşahidə eləməlidir, diqqət mərkəzində saxlamalıdır ki, bu da onlar kimi rəftar eləsin. Həm Allaha qarşı, həm də Allahın bəndələrinə qarşı. Baxın, niyə belə olmalıdır? Çünki istənilən bir şəxslə oturub durmaq insanda təsir qoyur, ya müsbət, ya da ki, mənfi. Elə ona görə də ataların yaxşı bir sözü var, deyir, atı at yanına bağladıqda həmrəng olmasa da həmxasiyyət olar. Həqiqətən də bu məsələ belədir. Elə ona görə də insanın təbiəti sanki bir oğruya bənzəyir. Necə? Yəni, insan başqalarında gördüyü hər hansısa bir xasiyyəti, xüsusiyyəti tez özünə götürməyə çalışır. Amma təəssüflər olsun ki, çox az bir insan var ki, başqalarında müşahidə elədiyi yaxşı və gözəl əməlləri özünə götürə. Amma insanların əksəriyyəti başqalarında gördüyü mənfi və pis xüsusiyyətləri tez özünə götürür. Baxın, ona görə də hər bir kəslə oturub durmaq, dostluq eləmək, ünsiyyətdə olmaq insanda öz təsirlərini qoyur və həmən insanla oturub durduğuna görə bu insanda o şəxsin davranışlarına uyğun qüvvələr güclənməyə başlayır. Necə? İndi buna bir neçə misal çəkmək istəyirəm. Baxın, fərz eləyin bir nəfər insan gedir bir dənə zinakar insanla dostluq eləyir, oturur durur. Təbii olaraq bu şəxslə oturub durmaq bu insana pis təsir qoyacaq. Bütün günü üzr istəyirəm, qadından, qızdan belə şeylərdən danışar və bu şəxsin artıq şəhvət qüvvəsi güclənməyə başlayar. Niyə? Çünki zinakar bir dostla oturub durmaq bunun şəhvət qüvvəsinin güclənməsinə səbəb olur. Və yaxud da ki, fərz eləyin bir insan elə bir nəfərlə, dostla oturub durur ki, bu şəxs adi, sadə bir şeyə tez əsəbləşir, qəzəblənir. Sadə bir şeylərə, yerli, yersiz şeylərə tez əsəbləşir. Və bu da istər-istəməz bu şəxsdə öz təsirini qoyur və onda qəzəb qüvvəsinin möhkəmlənməsinə səbəb olur. Və yaxud da ki, başqa bir misal çəkək, fərz edin bir insan bir hiləgər, fırıldaqçı bir insanla dostluq eləyir, otura-dura. Təbii olaraq bu insanın hilə qüvvəsi güclənməyə başlayacaq. Və başqa bir misal çəkək, ağıla. Fərz edin bir insan gedə hər hansısa bir ağıllı insanla, hikmət sahibi ilə otura-dura, onlarla ünsiyyət qura, bütün günü onlarla oturub dursa, təbii olaraq bu şəxsdə ağıl qüvvəsi güclənməyə başlayacaqdır. Baxın, diqqət eləyin, istənilən bir şəxslə oturub durmaq, onun xasiyyəti insana keçir və həmən qüvvələr insanda güclənməyə başlayır. Elə ona görə də biz müşahidə eləyəndə görürük ki, adətən bir-biri ilə dostluq, yoldaşlıq eləyən insanların xüsusiyyətləri, rəftarları bir-birinə uyğun gəlir. Düzdür, ola bilər ki, ilk başlıqda bunların rəftarları uyğun olmasın.
Amma o ki zaman keçdikcə dostluqlarının nəticəsində ya yaxşı xasiyyətli, pis xasiyyətli dosta təsir qoyur, onu yaxşılığa çəkir və yaxud da ki, pis olan yaxşıya təsir qoyur, onu pisliyə doğru çəkir. Bu təbiidir. Bu hər birimiz demək olar ki, bunu müşahidə eləyib, şahidi olmuşuq. Başqa bir misal da çəkək. Ola bilər hətta görmüşük ki, eyni bir müəllimin şagirdləri belə bəzən görürsən ki, bunların bəzən xüsusiyyətlərində, hətta danışığında belə oxşarlıq görünür. Başqa bir misal çəkmək istəsək, bir tayfadan misal çəkək. Məsələn, görürsən ki, bir tayfanın insanları adətən onların xüsusiyyətləri bir-birinə yaxın olur, eyni xüsusiyyətdə olurlar. Məsələn, görürsən ki, bir tayfadır, bu tayfa dalaşqan tayfadır. Bütün günü dava, dalaş, harda nə cür gəldi dalaşırlar. O tayfanın elə üzvləri əksərən dalaşqan olurlar. Və yaxud da ki, bir tayfadır, görürsən ki, şərabxordur. Görürsən ki, o tayfada əksər hamısı kişilər şərabxor olur. Və ya bir tayfa qumarbazdır, görürsən ki, əksəriyyəti qumarbaz olur. Və ya bəzən də görürsən ki, bir tayfa əksəriyyəti dindardır və bu da öz təsirini göstərir. O tayfanın üzvlərinin çoxu dindar olurlar. Bəzən də görürsən ki, hətta bir kəndin, rayonun və hətta bir şəhərin belə cəmaatı bir-birlərinə təsir qoyurlar. Bax, görürsən ki, fərz eləyək bir dənə şəhərin cəmaatının dili, ləhcəsi bir cürdür. Amma o ölkənin başqa şəhərlərinin cəmaatının danışığı, ləhcəsi tamam başqa bir cürdür. Yəni, hətta danışıq belə insanlarda öz təsirini qoyur. Hətta bir də yeməkdən misal çəkək. Məsələn deyirəm, fərz eləyək bir dənə dovğa yeməyi. Gəncəllər dovğanı başqa bir cür bişirir. Bir yemək daha, məsələn, bir dovğa da deyək, misal üçün. Bakılılar başqa bir cür bişirir. Məsələn, Lənkəranlılar deyək, başqa bir cür bişirir. Hətta yeməyin bişirilməsində belə insanların, həmin məntəqənin cəmaatının bir-birlərinə təsiri var. Yəni, ona görə də insan çalışmalıdır ki, özünə dost, tanış seçəndə elə bir insanlarla dost, tanış seçsin, otursun, dursun ki, ona mənfi təsirlər qoymasın. Bu mövzuya aid olaraq ikinci bir misal da çəkmək istəyirəm. İkinci məsəl nədir? Nəfsini saflaşdırıb gözəl əxlaqa sahib olmaq istəyən şəxs özünü həmişə yaxşı və gözəl əməlləri yerinə yetirməyə öyrəşdirməlidir. Buna da bir-iki misal çəkmək istəyirəm. Məsələn, birincisi budur ki, səxavətli şəxs bu sifəti özündə qoruyub saxlamalıdır və səxavətli olmayan şəxs isə səxavətli olmağa çalışaraq ağlın və şəriətin göstərişlərinə uyğun olaraq, diqqət edin, ifrat və təfrit etmədən həmişə çalışsın başqalarına, kasıblara, yetimlərə əl tutsun, onlara köməklik eləsin və belə bir şəxs özündə, məsələn, xəsislik, paxıllıq kimi mənfi sifətləri gördükdə isə gərək tez öz nəfsini danlasın və bu çirkin sifətlərdən uzaqlaşmağa çalışsın. Bunun ikinci məsəli də şücaətli olmaqdır. Yəni, baxın, məsələn, ola bilər bir insan heç şücaətli olmaz, amma şücaətli olmağa çalışmalı və bu gözəl sifəti özündə qoruyub saxlamalıdır və daima çalışmalıdır ki, ağlın və şəriətin göstəriş verdiyi, məsləhət bildiyi və qadağan etmədiyi hər bir işə, hətta o iş ola bilər ki, məsələn, təhlükəli iş olsun, riskli bir iş olsun, bu adam çalışsın, o işləri görsün. Niyə? Çünki bu işdə şəriət qadağa qoymayıbdır. Ağlın icazəsi var, ona görə bu işləri görməlidir və çəkinməsin bu işlərdə. Və fərz eləyək belə bir şəxs əgər özündə, məsələn, qorxaqlığın əlamətlərini görsə, tez başlamalıdır ki, özünü, öz nəfsini islah eləsin, danlasın və bu mənfi sifəti, qorxaqlıq sifətini özündən uzaqlaşdırsın. Belə deyək də, necə ki, xəstə insanlar bəzi yeməklərdən pərhiz eləyir, çəkinirlər, bu cür şəxslər də özlərini mənəvi cəhətdən pəhriz eləməlidirlər. Yəni, mənfi və bəyənilməyən sifətlərdən çəkinməlidirlər və özlərini saflaşdırmağa çalışmalıdırlar.
Əziz izləyicilər, Allahın izni ilə bu mövzumuzun ardını gələn verilişlərimizdə danışacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.